Daşınan əmlakın yüklüyün dövlət reyestrində yüklük haqqında bildirişə xitam verilməsi prosesini nəzərdən keçirdək. Reyestrə daxil olduqdan sonra bildirişlərin səhifəsinə daxil oluruq. Burada aidiyyatı bildiriş üzrə əməliyyatı seçin düyməsinə tıklayırıq və daha sonra xitam vermək düyməsinə tıklayırıq. Xitam bildirişin qeydiyyatı hissəsində əsas olan halları seçirik. Daha sonra yüklülük qüvvədən düşmüşdürü kliklədikdən sonra irəli düyməsinə basırıq. Bildirişin qeydiyyatı hissəsində bildirişin qeydiyyatı alınmasını tamamlayırıq və bununla da xitam prosesi başa çatır. Daha sonra aidiyyatı bildiriş üzrə bildiriş nömrəsini axtarış bölməsində axtararaq müvafiq bildirişin çıxmadığından əmin olmaq mümkündür. Göründüyü kimi aşağı hissədə reyestrdə axtarış aparılan göstərici üzrə hər hansısa yüklülük mövcud deyil qeyd olunmuşdur.